Uzun aradan sonra səhər 7-də günə oyandığım üçün başa düşdüm ki, mən kofe içmədən özümə gələ bilməyəcəm. Ona görə ilk növbədə özümə dadlı bir kofe hazırladım və özümdə formalaşdırmağa çalışdığım kitab vərdişimə yenidən qayıtmaq üçün cəhdlər edirəm. Səhər kitabımı oxuduqdan sonra qaldım evin yarımçıq qalmış işlərini görməyə və ən çətinindən başladım gördüyünüz kimi. Bu da bitdi və çox önəmli bir mesaj aldığım üçün getdim hazırlaşmağa. Kargolarım gəlib Trendyoldan. Sevinə-sevinə gedirəm götürməyə, çünki uzun müddətdir onu gözləyirdim. Evdən çıxarkən özənlə geyindim, keçindim, çünki ilk dəfə vlog çəkirdim və maşını xotladıq, yollandıq. Bir dudaqdan, bir yanaqdan deyə Xırdalının içərilərinə doğru. Mən evdən çıxanda hava çox gözəl idi. Daha sonrasında yağış başladı. Kargolarımı götürdüm və düz buranın yaxınlığında yerləşən məkan kəşf elədim. Anındaca keçib Sezarımı sifariş edib yeyib bitirdikdən sonra notebookumda işlərimi görüb günü yekunlaşdırmış oldum.